Bu günləri Bakıxanov qəsəbəsində mərkəzi yolun üstündə, əziz dostlar, bu videonu diqqətlə izləyin. Kim yol kənarı torpaq istəyirsə, fəqat yox. Bu videonu axıra kim izləsin. Düz mərkəzi yolun üstündə. Arablinka yolu deyirlər, Asan xidmətdən üzü stansiyaya gedən yolun üstündə dostlar. Mərkəzi yolun üstündə obyektlərin, villaların yerləşdiyi, yəni bağat bir yerdə. 4 sot yarım torpağımız satışa çıxır. İçində köhnə tikili 3 otaqlı ev də var. Videonu təqdim edəcəm dostlar. Ev də orta təmirli evdir, əladır belə deyil. Burada satışlı torpaq olur. Hal-hazırda yəni mən dediyim yerdə, həmən bu sırada düz yolun qırağında, mərkəzi yolun üstüdür. Burada satışda torpaq olmur. Yəni yaşayanlar, burada yaşayanlar bilir, bu ərazini tanıyanlar bilir. İndi dostlar, torpaq eynidir, uzunludur. Ətraflı məlumat verəcəm, daxili ilə tanış olar. Çox gözəl torpaq dostlar. Kvadratıdır, kvadrat yerdə belə deyil. Eynin uzunu çox əladır. Köhnə tikili ev var, kim istəsə söküb yerində başqa bir ev tikə bilər. Kim də istəsə evi təmir edib bu qaydada yaşaya bilər. Torpağımızın uzunu 28 metr yarım. Eni də 16 metrədən artıqdır. Yəni burada alan adam ürəyi istədiyi evi tikə bilər. Villa da tikə bilər. 4 sot yarımdır. Eynin uzunu çox gözəldir. Hal-hazırda bir mərtəbəli evdir, qardaş özü yaşayır, Allah xeyrin versin, satır. Öz üçün bir şərait yaradıb ki, burada. Hər növdə ağac var. Yəni, kim istəsə bu qaydada da alıb yaşaya bilər. Hər növdə meyvə ağaçları var. Bir yaxınlaş, qardaş. Və ev budur. Evi götürmüsən, qardaş. 3 otaqlı evdir. Düz mərkəzi yolun üstü. Hər növdə gülü, çiçəyi, meyvə ağacı var. Evin hər iki tərəfə, həyətin daha doğrusu, hər iki tərəfə çıxışı var. Buradan da arxa tərəfdən də yola çıxışı var. Qarşı tərəfdən də çıxışı var. Ətraflı bir dənə götür. Görürsünüz dostlar, həyətində dediyim kimi hər növdə ağaçlar var. Qiymət də, yəni elə bir qiymətdir ki dostlar, bu ərazidə mən deyəcəyim qiymətə torpaq qeyri-mümkün. Ümumiyyətlə satış yoxdur, amma mən deyəcəyim qiymətə ərazidə torpağın qiyməti tamam başqadır. Amma ev sahibi bu torpağı təcili satdığına görə elə təcili qiymətə deyir. Elə bir qiymətdir ki dostlar, bu qiymətə deyən torpaq yoxdur. Deməli dostlar, evin kupçası var. Kupçalı bir evdir. 3 otaqlı evdir, kupçalı evdir. Köhnə tikili evdir. Evin daxilini göstərməyəcəm, təmirə ehtiyacı var. Hal-hazırda yaşayış var. İngil kosmetik işlər görüb yaşamaq da olar. Yəni eləməsəz də olar, belə hal-hazırda yəni yaşayış var. Deməli dostlar, bu əsas məsələ odur ki, bura torpaq kimi satışa çıxır. İçində 3 otaqlı ev, kupçalı evdir. 350.000 manata, yəni torpağın olmadığı, satışın olmadığı bir yerdir. Arablinka yolu, Asan xidmətə gedən yolun üstü, Stimula ərazini tanıyanlar bilir. Stansiya, Stimul hospital tərəfə, klinikaya tərəf gedən yolun üstü. Çox gözəl, yəni həqiqətən mükəmməl bir dənə ərazidir ki, burada ərazini yenə deyim, tanıyanlar bilir, satış yoxdur. 350.000 manata dostlar, qiymət heç nə. Yəni bu ərazidə bu qiymətə qeyri-mümkündür. 350.000 manata içində köhnə tikili, 3 otaqlı evlə birlikdə satılır. Məncə bu bir şanslı dostlar. Şansı dəyərləndirin. Kimə belə torpaq lazımsa yol kənarı, obyekt tikməyə, villa tikməyə, bu bir şanslı dostlar. Bu şansdan istifadə edin. 350.000 manat. Allah xeyir versin. Zənginizi gözləyəcəm. Nömrə səhifədə var.